Hələlik dünya bazarında dolların möhkəmlənməsi müşahidə olunmur. Əksinə biz avronun son vaxtlar dollara nisbətən məzənnəsinin yüksəlməsini müşahidə edirik. Təbii ki, proseslər həm müharibənin nə qədər uzun müddət əhatə etməsi, eləcə də müharibənin miqyası valyuta daxil olmaqla strateji məhsullar bazarına təsir göstərəcək. Təbii ki, biz neftin qiymətində artımlar müşahidə edirik. Buna rəğmən xüsusən də dolların məzənnəsi daha çox qlobal iqtisadiyyatdakı dəyişikliklərdən asılı olacaq. Azərbaycanda manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır. Mərkəzi Bank ölkəyə daxil olan valyutanın həcminə uyğun olaraq qərarlar qəbul edir və təbii ki, ölkəyə daxil olan valyutanın həcminə də çox təsir göstərən faktor neftin dünya bazar qiymətidir. Çünki Azərbaycan ixracatının 80%-ni enerji məhsulları təşkil edir. Bu kontekstdən təbii ki, növbəti dövrlərdə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Mərkəzi Bankın mövqeyindən asılı olaraq biz məzənnə siyasətinin həyata keçirilməsini müşahidə edəcəyik.